xeyir olsun. Sizi vaxtilə İmperiya ordusunun qapalı qalası olan keçmiş Salyan kazarması, indi isə Azərbaycan ordusuna gizir yetişdirən müqəddəs ocaqdan Bakı Hərbi Kollecinin qarşısından salamlayıram. Bu ərazi Müdafiə Nazirliyinin struktur vahidləri ilə əhatə olunaraq ordumuzun müasir inkişafının və sarsılmaz gücünün mərkəzinə çevrilib. Bu kompleks bizim zəfərə gedən yolun sənədli yaddaşını özündə saxlayır və bu məkanla bugün biz sizi daha yaxından tanış edəcəyik. Azərbaycan Respublikasının müdafiə qüdrəti təkcə cəbhə xəttində deyil, həm də paytaxtın strateji idarə etmə mərkəzlərində formalaşır. Hazırda olduğumuz ərazi paytaxtın hərbi nəbzinin vurduğu, ordumuzun intellektual və tarixi yaddaşını özündə birləşdirən mühüm bir məkandır. Bakının mərkəzində yerləşən bu divarların dili olsa, bir əsrlik tarixin dramını və qürurunu danışar. Hələ Çar Rusiyası dövründə formalaşan bu kompleks uzun illər İmperator Əlahəzrətlərinin varisi adını daşıyan 206-cı Salyan Piyada Alayının dislokasiya yeri olub. 10 illiklər boyu imperiya ambisiyalarının Bakıdakı hərbi təzahürü, daha sonra Sovet rejiminin əsas hərbi dayağı sayılan Salyan kazarması xalqımız üçün yad bir qüvvənin mərkəzi idi. Çar Rusiyası dövründən bir çox hərbi hissələrin adları Azərbaycanda yer adları ilə bilinirdi. Məsələn, 81-ci Bakı alayı, 83-cü Samur alayı, 84-cü Şirvan alayı, 153-cü Abşeron alayı və s. Elə bu 206-cı Salyan alayı da bunlardan biri idi. Rusiya ordusunda olan hərbi hissələrin adlarının Azərbaycan adları ilə adlandırılması heç də bu hərbi hissələrdə Azərbaycanlıların xidmət etməsi ilə əlaqədar deyil. Müxtəlif vaxtlarda bu hərbi hissələrin Azərbaycanda yerləşdirilməsi ilə bağlı idi. 1911-ci ildə Çarın oğlu 2-ci Alekseyin şərəfinə olaraq Salyan kazarmaları, Aleksey kazarmaları adlandırılmışdır. Lakin 1920-ci il aprel çevrilişindən sonra isə bu kazarma Qızıl Şərq hərbi şəhərciyi adlandırılmışdır. Sovet dönəmində bu hərbi şəhərciyi Bakı Ali Ümumqoşun Məktəbi kimi fəaliyyət göstərmiş, Sovet Sosial Respublikaları tabelində olan 15 respublikadan kursantlar təhsil almış və leytenant hərbi rütbəsi alaraq öz xidmətlərini davam etdirmişlər. O cümlədən ölkəmizdən də zabitlərimizin böyük bir hissəsi sözü gedən təhsil müəssisəsinin məzunudur. Sovet hakimiyyəti süqut etdikdən sonra Azərbaycan Milli Ordusunun tabelinə verilmişdir. Hal-hazırda Müdafiə Nazirliyinin tabelində fəaliyyət göstərir. Ümumi olaraq inzibati ərazi vahidi üzrə Bakı Hərbi Kollecinin ərazisi hesab olunur. Lakin ərazi çox böyük olduğu üçün Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyət Əlaqələr İdarəsi yerləşir. Həm də o cümlədən Milli Müdafiə Universiteti və onun tabelində fəaliyyət göstərən Bakı Hərbi Kolleci yerləşdirilmişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu məkanın taleyi də, mahiyyəti də kökündən dəyişdi. Tamamilə yeni bir ruh qazandı. Ulu Öndər Heydər Əliyevin uzaq görən hərbi siyasəti nəticəsində bu ərazi yad təsirlərdən təmizlənərək milli ordu quruculuğunun mərkəzinə çevrildi. Artıq paytaxtın hərbi nəbzi məhz burada döyünür. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında aparılan köklü islahatlar isə bu ərazini Azərbaycanın hərbi intellekt mərkəzinə çevirib. İndi bu binalar imperiya ambisiyalarına deyil, müstəqil Azərbaycanın suverenliyini qoruyan gənc gizirlərin, peşəkar hərbçilərin yetişdirilməsinə xidmət edir. Milli Müdafiə Universiteti, Hərbi İdarə Etmə İnstitutu, Hərb Tarixi Muzeyi və Müdafiə Nazirliyinin mühüm idarələrinin vahid güc halında birləşdiyi bu strateji məkan sadəcə bir hərbi ünvan yox, Azərbaycan ordusunun intellektual qüdrətini, keçmişin döyüş şöhrətini və gələcəyin zəfər doktrinalarını özündə cəmləyən sarsılmaz bir milli qala, müstəqilliyimizin polad simvoludur.
Önündə dayandığımız bina Müdafiə Nazirliyinin bütün təhsil və elm ocaqlarını öz çətiri altında birləşdirən Milli Müdafiə Universitetidir. Bura ordumuzun intellektual potensialının mərkəzi qərargahı, vahid hərbi elmin və strateji düşüncənin bir mərkəzdən idarə olunduğu ən ali qurumdur. Azərbaycan ordusunun beyin mərkəzi sayılan Milli Müdafiə Universiteti, Prezident İlham Əliyevin 2022-ci il 5 Mart tarixli fərmanı ilə yaradılan bu ali qurum ordumuzun intellektual simasını müəyyən edir. Bu adi bir inzibati mərkəz yox, qabaqcıl dünya ordularının təcrübəsinə əsaslanan nəhəng bir elm şəbəkəsidir. Milli Müdafiə Universiteti bir inzibati qərargahdır. Buradan tabelindəki təhsil müəssisələri idarə olunur. Yəni Milli Müdafiə Universitetində tədris proqramı həyata keçirilmir. Sadəcə olaraq tabelindəki təhsil müəssisələrini idarə etmək üçün bir ali təhsil müəssisəsidir. Milli Müdafiə Universitetinin tabelində olan sadaladığımız təhsil müəssisələrində təhsilin bütün səviyyələri üzrə tədris proqramları həyata keçirilir. Təhsilin tam orta səviyyəsi üzrə Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına hərbi liseylər, təhsilin subbakalavr pilləsi üzrə Bakı, Naxçıvan hərbi kollecləri, təhsilin bakalavr pilləsi üzrə Heydər Əliyev adına hərbi institut və hərbi tibb fakültəsi, təhsilin magistratura pilləsi üzrə Hərbi İdarəetmə İnstitutu, təhsilin adjunktura pilləsi üzrə isə Hərbi Elmi Tədqiqat İnstitutunda tədris proqramları həyata keçirilir. Universitetin fəaliyyət sahəsi heyrətamizdir. Fundamental elmi tədqiqatlardan tutmuş dövlət orqanlarının vəzifəli şəxslərinə hərbi strateji məsələlərin öyrədilməsinə qədər. Burada sistemləşdirilmiş bilik, müasir təfəkkür və silahın vəhdəti formalaşır. İlkin pillə 9-cu sinfi bitirən yeniyetmələr üçün Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylər qəhrəmanlıq yolunun ilk dayanacağıdır. Burada vətənpərvərlik polad kimi bərkiyir. Ulu Öndər Heydər Əliyevin 1971-ci ildə xüsusi təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına hərbi lisey bugün ordumuzun əfsanəvi məzunlarının ocağıdır. 11 milli qəhrəman, 19 vətən müharibəsi qəhrəmanı yetişdirən bu liseyin məzunları hər zaman ön cəbhədə olub. 1998-ci ildə Naxçıvanda açılan filial isə 2004-cü ildən Heydər Əliyev adına hərbi lisey kimi müstəqil fəaliyyət göstərərək Naxçıvan Muxtar Respublikasında hərbi kadrların hazırlanmasında müstəsna rol oynayır. 15-17 yaşlı gənclərin nizam, intizam və elmlə yoğrulduğu bu məkanlar ordumuzun gələcək vizit kartıdır. İxtisaslaşma Bakı və Naxçıvan hərbi kollecləri ordunun onurğa sütunu olan gizirləri yetişdirir. Zabitlərin təkmilləşdirilməsi, ehtiyat zabit, gizir və müddətdən artıq xidmət edənlərin peşəkar hazırlığı isə 2001-ci ildən NATO təlim sisteminin tətbiqi ilə fəaliyyət göstərən Azərbaycan ordusunun təlim və tədris mərkəzinin öhdəsindədir. Vətən müharibəsində göstərdikləri şücaətə görə bu mərkəzin 500-dən çox hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb. Ali təhsil Heydər Əliyev adına hərbi institut və Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi leytenant rütbəsi ilə zabit korpusunun formalaşdığı ünvanlardır. 1918-ci ilə Əliağa Şıxlinskinin yaratdığı Milli Hərbiyə Məktəbinə söykənən Heydər Əliyev adına hərbi institut 2015-ci ildə digər hərbi məktəbləri də özündə birləşdirərək quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə qüvvələri və hərbi dəniz qüvvələri fakültələri ilə zabit korpusunun təməlinə çevrildi. Bu institutun kursantları da hər zaman ön cəbhədə olublar. Bu zəncirin ayrılmaz halqası olan Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi isə ordumuzun həyat xilaskarlarını, peşəkar hərbi həkimləri yetişdirir. Müasir tibbi texnologiyalarla silahlanmış bu gənc zabitlər həm sülh, həm də döyüş şəraitində əskərimizin sağlamlığının və ruh yüksəkliyinin əsas təminatçısıdırlar. Strateji zirvə
Hərbi idarəetmə və hərbi elmi tədqiqat institutları magistratura və adjunktura səviyyəsində gələcəyin generallarını və hərbi alimlərini yetişdirir. Hərbi idarəetmə institutu silahlı qüvvələrin hərbi akademiyasının hüquqi varisi kimi magistratura səviyyəsində yüksək ixtisaslı komandir heyətini və qərargah zabitlərini hazırlayır. Hərbi Elmi Tədqiqat İnstitutu isə müasir müharibə metodlarını, strateji analizləri və hərbi elmin ən son nailiyyətlərini ordumuzun gələcək inkişaf modelinə çevirir. Strateji Araşdırmalar Mərkəzi və xarici dil kursları ilə bu institutlar ordumuzun həm kadr, həm də elmi bazasını sarsılmaz edir. Vətəndaş məmnunluğunu təmin etmək və hərbi təhsilə əlçatanlığı artırmaq məqsədi ilə istifadəyə verilən www.mmu.edu.az saytında elektron sənəd qəbulu sistemi hər bir gənc vətənpərvər üçün maneəsiz və obyektiv müraciət şansı yaradıb. Yeri gəlmişkən məlumat vermək istəyərdim ki, hal-hazırda bizdə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təminat təhsil müəssisələrinə abituriyent qəbulu başlanılmışdır. Belə ki, namizədlər arzusunda olduğu təhsil müəssisələrini seçərək müraciət edə bilərlər. Qəbul şərtləri haqqında məlumat verim. Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına hərbi liseylərə qəbul ilində 15 yaşı tamam olan, lakin 17 yaşı tamam olmayan 9-cu sinifi bitirmiş kişi cinsli Azərbaycan vətəndaşları qəbul edilir. Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən həyata keçirilir. Yəni, əlavə olaraq heç bir qəbul imtahanı olmayacaq. Bakı və Naxçıvan hərbi kolleclərindən bitirmiş məzunlara gizir hərbi rütbəsi verilərək Azərbaycan ordusunda müxtəlif vəzifələrə təyin olunurlar. Heydər Əliyev adına hərbi instituta qəbul ilində 17 yaşı tamam olan, lakin 19 yaşı tamam olmayan, ha belə 18 yaşından 23 yaşına qədər hərbi vəzifəlilər qəbul edilir. Heydər Əliyev adına hərbi instituta qəbul edilən abituriyentlərimiz təhsilin tam orta təhsil səviyyəsini bitirməlidir. Eləcə də hərbi xidmətdən sonra da biz hərbi vəzifələri qəbul edə bilirik. Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən 1-ci, 2-ci və 3-cü ixtisas qrupunun fənləri əsasında qəbul həyata keçirilir. Heydər Əliyev adına hərbi instituta qəbul olan abituriyentlərimiz eyni zamanda xaricdə təhsil almaq imkanı əldə edirlər. 2025-ci ildən bir yenilik həyata keçirilmişdir. Belə ki, 60 nəfər qız kursantımız qəbul olmuş. Hal-hazırda böyük müvəffəqiyyətlə Heydər Əliyev adına hərbi institutda təhsil alırlar. Hərbi tibb fakültəsinə 17 yaşı tamam olan, 19 yaşı tamam olmayan, eyni zamanda 18 yaşından 23 yaşına qədər hərbi vəzifələr qəbul edilir. Hərbi tibb fakültəsinə qəbul zamanı təhsilin tam orta səviyyəsi bitirmək əsas şərtdir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı 4-cü ixtisas qrupunun fənləri üzrə qəbul imtahanlarında müvəffəqiyyət əldə etmiş abituriyentlər qəbul edilir. Müasir dövrdə müharibələr təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında gedir. Azərbaycan ordusunun bu sahədəki vacib strateji nöqtəsi isə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsidir. Bura ordumuzun səsi, xalqımızın həqiqət mənbəyi və dezinformasiyalara qarşı sarsılmaz sipəridir. Bugün biz silahlı qüvvələrimizin informasiya cəbhəsini necə qoruduğunu və ordumuzun uğurunu necə çatdırdığını öyrənəcəyik. Böyük məmnunluq hissi ilə, böyük sevinç hissi ilə növbəti azad edilmiş yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bugün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edildi. Qoç Əhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli bizimdir, Qarabağ Azərbaycandır. 44 günlük vətən müharibəsi zamanı Ali Baş Komandanın hər bir müraciəti xalqın qəlbində ümid, düşməndə isə qorxu yaradırdı. Biz o günlərdə dövlət rəhbərimizin səsləndirdiyi hər bir kəlmə ilə qələbəyə bir addım daha yaxınlaşırdıq. Bu qələbənin görünməyən rəqəmsal sipəri isə
Müdafiə Nazirliyinin mətbuat xidməti idi. 1918-ci ilin mübarizə ruhundan, 1991-ci ilin müstəqillik əzmindən süzülüb gələn sözün gücü Azərbaycan ordusunun ən kəsərli silahlarından birinə çevrildi. Azərbaycanın milli müdafiə sistemi formalaşarkən 1991-ci ilin noyabrında əsası qoyulan bu struktur yarandığı ilk gündən ordunun söz silahdaşına çevrildi. Yarana döyüşən, döyüşə formalaşan ordumuzun hər uğuru məhz bu mərkəzin məharəti ilə ictimaiyyətə çatdırıldı. 1991-ci ilin noyabr ayında İctimaiyyətlə Əlaqələr şöbəsi yarandı. Bu şöbə öz fəaliyyətini hardasa mahiyyət baxımından mətbuat xidməti kimi davam etdirməyə başladı və deməli bu oldu Müdafiə Nazirliyinin söz əskəri, söz sərkərdəsi. Bu idarənin başlıca deməli vəzifəsi həmin dövrdə ordu haqqında informasiyaları ictimaiyyətə çatdırmaqdan ibarət idi. Bu şöbə, yəni mətbuat xidməti bu funksiyanın öhdəsindən olduqca deməli məharətlə deməli olduqca dolğunluqla gəlirdi. Jurnalistikanın əsas deməli fundamental belə qanunlarına riayət eləyirlər. Dürüst söz, doğru söz, dürüst sözün, doğru sözün ictimaiyyətə vaxtda çatdırılması fəaliyyətini bu istiqamətdə qururdu. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bu idarənin fəaliyyəti Azərbaycan dövlətçiliyinin informasiya cəbhəsindəki qüdrətini təsdiq etdi. Ümumiyyətlə, əks hücum əməliyyatı başlayandan indiyədək düşmənin 2300-dən artıq canlı qüvvəsi məhv edilib və yaralanıb. 130-dan artıq tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda idarə etmə və komanda müşahidə məntəqələri, 5 silah sursat ambarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən artıq avtomobil texnikası məhv edilir. Hazırda cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam edir. Və o tarixi anlar, hər kəsin nəfəsini dərib ekran qarşısında gözlədiyi o səslər sadəcə xəbər yox, hər bir kəlməsi ilə düşmən bağrını yaran, xalqı qələbə müjdəsinə hazırlayan Polad iradənin nidası idi. Həmin günlərdə döyüş ruhunu qorumaq üçün təkcə rəsmi məlumatlar yox, hətta ön xəttdə səngərdə əskərlərimiz üçün A3 formatında 4 səhifəlik xüsusi səyyar qəzetlər nəşr olunurdu. Əskərimiz bugün döyüşür, sabah isə öz şücaətini həmin səyyar qəzetlərin səhifələrində oxuyurdu. Bu, ordunun mənəvi-psixoloji hazırlığına verilən ən böyük töhfə idi. 2024-cü ildən etibarən isə işin çevikliyini artırmaq məqsədi ilə aparılan kadr islahatları nəticəsində Müdafiə Nazirliyinin mətbuat xidməti, mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi adını aldı. Qurum ordumuzun səsini dünyaya çatdıran, mənfur informasiya manipulyasiyalarına qarşı sarsılmaz sipər olan strateji mərkəzdir. Gördüyünüz bu kadrlar adi bir iş günü deyil, reallığın təhrif olunmasına qarşı verilən kəsərli cavabın mətbəxidir. Burada hər otaq bir qərargah, hər kadr isə həqiqətin keşiyində duran sarsılmaz keşikçidir. Saatlarla davam edən strateji təhlillər, operativ video çəkilişlər və hər saniyəsi hesablanmış xəbər axını. Burada zamanın nəbzi zəfərin ritmi ilə döyünür. Bugün Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi novatorluğu və şəffaflığı ilə seçilir. Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi kommunikasiya strategiyasına uyğun olaraq İdarə ordu ilə xalq arasında canlı körpü rolunu oynayır. Rəqəmlər isə fəaliyyətin miqyasını aydın göstərir. Təkcə 2025-ci il ərzində idarəyə 72.703 vətəndaş müraciəti daxil olub. Bunun 35.000-dən çoxu qaynar xətt vasitəsilə, 33.000 isə elektron qaydada operativ cavablandırılıb. Minlərlə vətəndaş fərdi şəkildə qəbul edilərək şəhid adlarının əbədləşdirilməsi, müharibə veteranı statusu və sosial təminat məsələlərində hüquqi dəstək alıb. Müdafiə Nazirliyinin rəsmi saytında 3 dildə 700-ədək məlumat, sosial şəbəkələrdə 4500-dən çox paylaşım və 3200-ədək operativ foto, həftənin 5 günü yayımlanan ordunun səsi radiosu və Azərbaycan ordusu qəzeti ilə bu idarə hər an xalqın və ordunun nəbzini tutur. İdarə təkcə informasiya yaymır,
həm də medianın inkişafı, hərbi sirrin qorunması və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm brifinqlər və seminarlar təşkil edir. Mütəmadi keçirilən bu tədbirlər eyni zamanda hərbi təhsil sisteminin və nazirliyin fəaliyyətinin ictimaiyyətə ən şəffaf şəkildə çatdırılmasını təmin edir. Bəli, sərhəd olan yerdə bədniyyətli informasiya hücumları qaçılmazdır. Lakin bu mərkəz ordunun gücünə və doğru sözə istinad edərək hər hansı yanlış təəssüratın və yalanın qarşısını qabaqlayıcı tədbirlərlə alır. Onlar ordumuzun hər qələbəsini tarixin yaddaşına qızıl hərflərlə həqq etməyə davam edirlər. Mətbuat və İctimaiyyət Əlaqələr İdarəsi ölkə mediasıyla ordu arasında əlaqələndirici funksiyonu da yerinə yetirir və deməli tez-tez deməli müəyyən disputlar deməli yerinə yetirməklə, brifinqlər yerinə yetirməklə, bu və digər mövzular müzakirələr deməli təşkil etməklə belə deyək ki, maraqlandırılan sualların cavablandırılmasında təkcə aparıcı funksiyasını yox, eyni zamanda koordinasiya edici deməli bir mənbə kimi deməli çıxış eləyir. Bütün fəaliyyəti boyu dövlətin doğru sözünün, dürüst belə deyək müdafiəçisinin olduğunu həmişə təsdiq eləyir. Bütün deməli bunlar hamısının deməli vaxtında, məqamında verilməyən cavablar heç bir zaman dövlətə xeyir verə bilməz. Ona görə deməli bu idarə deməli istənilən deməli dezinformasiyaların qarşısını almaqdan ötürü dürüst sözə, doğru sözə, ordunun gücünə, ordunun mənəvi psixoloji hazırlığına deməli istinadən həmin deməli o dezinformasiyaları da dezinformasiyaların arxasında yarana biləcək xoşa gəlməz hadisələri də qabaqlayıcı demək tədbir kimi bunlar hamısının qarşısını alır. Bugün Mətbuat və İctimaiyyət Əlaqələr İdarəsi Azərbaycanda hərbi sahədə özünün qalib mövqeyini döyüşdən sonraki söz mövqesində həmişə deməli üstün mövqeyini qoruyur, üstün mövqesini saxlayır. Belə deyək ki, tarixi zəfərin söz əsgəri kimi bugün deməli yenə özünün müzəffərliyini davam etdirir. Hərb tariximizdən bugünkü qüdrətimizədək uzanan bu sənədli səyahəti burada yekunlaşdırırıq. Bu şərəfli zaman kəsiyində gördüyümüz hər bir detal bir həqiqəti təsdiqləyir. Azərbaycan ordusu həm keçmişinə sahib çıxır, həm də möhkəm təməl üzərində qurulan gələcəyin qələbələrini hazırlayır. Milli Müdafiə Universitetindən Hərb Tarixi Muzeyinə qədər hər bir nöqtə dövlətimizin sarsılmaz gücünün və əskərimizin polad iradəsinin təzahürüdür. Bu yolda atılan hər bir addım zəfər tariximizin əbədi təminatıdır.